Yine bir network mütəxəssisinin səhifəsini analiz edirik. İlk öncə başlayırıq ad hissəsindən. Ad hissəsində açar sözlər var. Networker, şəbəkə biznesi, mentor kimi açar sözlər var. Amma bura daha çox açar sözlər əlavə etmək olar. Məsələn, iş, evdən iş, evdar xanımlar və s. kimi. Yəni, hansı sözləri yazıb insanlar axtarış eləyəcəksə, onları bura müəyyən qədər artırmaq olar. Çünki burada 64 simvola icazə verir və bu simvollar içərisində, yəni bunu daha da genişləndirmək olar. Daha sonra keçirik profil şəklinə. Profil şəkli, belə profil şəkli istifadə etmək olmaz. Həddindən çox qarışıqdır. Fondan mütəxəssis seçilmir. Belə bir profil şəkli biznes səhifəsi üçün doğru deyil. Daha sonra kateqoriya, bəli, girişimci kateqoriyasını seçmək olar. Keçirik bioqrafiya hissəsinə. Bioqrafiya hissəsində gələcəyinizi dəyişmək istəyirsiniz. Yəni, ümumiyyətlə, sual ünvanlamaq ehtiyac yoxdur. Əlbəttə, hər kəs gələcəyini dəyişmək istəyir, amma bu əsas şey deyil. Əsas olaraq biz birinci sətirdə biz kimik və kimə nə xidmət veririk, bunu göstərməliyik. Açıq, aydın, qısa, konkret şəkildə. Daha sonra liderlik və şəbəkə biznesində uğura aparan yolunuzu indi mənimlə qurun. Buna da ehtiyac yoxdur. Qurun, alın, verin, satın. Belə tərzdə cümlələr yox. Məsələn, qururam, dəstək oluram və s. tərzində cümlələr qurmaq. Yəni, sizin nə etdiyinizi insanlar bilmək istəyir. Bu qurun özləri qura bilsəydilər, yəni ki, heç özləri edərdilər də. Yəni, bu tərzdə etmək doğru deyil. Burada mütləq ki, insanlara siz nə etdiyinizi göstərməlisiniz. Təbii ki, birinci cümlədə, ikinci cümlədə isə biz əsasən özümüzün üstünlükləri, fərqimiz nədir, bizim təcrübəmiz nədir, bunları yaza bilərik. Daha sonra isə biz call to action etməliyik. Məqsədinə çatmaq üçün ilk addımı atın. Bu da yenə doğru deyil. Biz burada bağlantı qoymuşuq, yəni WhatsApp linki var, bu doğrudur. Amma WhatsApp linkinə yönləndirmə olmalıdır. Bu mütləqdir. Yəni, call to actiondan istifadə etmək lazımdır. Burada isə bu yoxdur. Üçüncü sətirdə mütləq ki, bu olmalıdır. Daha sonra keçirik önə çıxanlara. Önə çıxanlar çox zəifdir, həddindən artıq zəifdir. Yəni, mütəxəssis kimdir? O burada yoxdur. Mütəxəssisin nə kimi nəticələri var, uğurları var, burada yoxdur. Geri dönüşləri nədir? O da burada yoxdur. Yəni, mütləq önə çıxanları düzgün şəkildə qurmaq, qablaşdırmaq lazımdır. Daha sonra keçirik paylaşımlara. Paylaşımlarda qapaq şəkillərindən istifadə olunubdur. Biraz çox qarışıq qapaq şəkilləridir və belə deyim ki, çağırışlar düzgün deyil. Yəni, üzərində olan başlıqlar çox da diqqət çəkən başlıqlar deyil. Daha yaxşı tərzdə ola bilər. Bura sabitlənmələr, daha yaxşı sabitlənmələr ola bilər. Yəni, bunlar sizə çox da nəticə verməyəcək sabitlənmələrdir. Və qeyd etdiyim kimi, qapaq da çox qarışıq olduğundan artıq insanlarda diqqətini çox da çəkə bilməyəcəksiniz və nəticə zəif olacaq və həqiqətən də göz önündədir. Bəs bir səhifəni daha yaxşı necə idarə etmək olar, necə inkişaf etdirmək olar? Bunu isə 15-20 iyun arası başlayacaq təlimdə öyrənə bilərsən. Təlimdə haqqında detallı məlumatı almaq üçün isə bu reelsin altına təlim sözünü yazmağın kifayətdir.